İstədim ki, torpağın nəmliyini və pH-ını, bir də məhsuldar olub-olmamağını ucuz da olsa soil tester, yəni torpaq cihazı, yəni torpağın nəmliyini ölçən, torpağın baxın üzərində verilib. Burada nəmliyi ölçmək, pH-ı, bir də gübrə balansı nə qədərdir, məhsuldardırmı, məhsuldar deyilmi? İstədim bunun qutu açılışını edim və sizlərə də izah edim. Yəni həqiqətən də məqsədim reklam deyil, sadəcə olanlar necə bunu istifadə edə bilər, onu izah etmək istəyirəm. İndi qutu açılışını edək. Bu bizim aparatımız. Bu da onun iç vərəyi. Evet. Deməli, aparatımız bu cürdür. Baxın. Most. Burada elə bir ki, bunu mosta gətiririk. O nəmlikdir, nəmliyi ölçür. 1-dən 3-ə qədər olan hissə, indi torpağa sancıb göstərəcəm, oranı izah edəcəm. Bizə əsas deməli nə lazımdır? Əsas bu içliyi lazımdır. Əsas onu oxumaq lazımdır. Yəni içliyini oxumamış 3/1. Bu 4/1-ni də ala bilərsiniz. Mən məsləhət görərdim. İndi mənim pulum bu büdcəyə buna çatdı. İnşallah bunun yaxşılarını da alacağam. 4/, 5, 6/, 4 və yaxud 3/7. Bunlar həqiqətən çox gözəl soil testerlərdir. Baxın, burada bütün izahlar verilib. Suya soxmaq olmaz, belə saxlamaq olmaz. Daşlı, kəsəkli yerlərə olmaz. Burada da məhlullara olmaz və düz qoyulmalıdır. Yan tərəflərə qoymaq olmaz. Və burada da izahlar verilir ki, deməli hansı deməli ayarlamaq lazımdır, parametrləri göstərir. Və bu videoda keçdikdə torpaq alkali olduğunu və asidik olduğunu, turş, qələvi hansı mərhələdə olduğunu göstərir. Yəni bunları oxumağı məsləhət görürəm. Mən bunları oxumuşam. İndi sizə də göstərəcəyəm. Baxın burada deyir ki, baxın. Baxın 1-3. 1-3. 1-3 o deməkdir ki, bu onun izahını verim. Məsələn, mən dəqiqə. Deməli, mən bunu gətirdim. Baxın, mosta. Baxın, mosta. Burada da mostu görürəm. Deməli, bitkimizin yanından bunu dübbələmə, düz batırıram. Ən azı bu qədər torpağa batırmalıyıq. Baxın. Özü yavaş-yavaş gəlir. Torpağın nəmliyini ölçür. Baxın, gözləyirik. Ən azı 1 dəqiqə olsa da gözləyirik. Baxın, yavaş-yavaş düşür. Əgər 4, 5, 6, 7 arasındadırsa, torpağımızın nəmliyi əladır. Bitkimizi suvarmağa ehtiyac yoxdur. Əgər bu göy hissədir, 7-dən o yanadırsa, deməli torpağımız həddindən artıq nəmdir. O qədər nəm etmək ehtiyac yoxdur. Yəni bu bitki hələ də su istəmir. Onu göstərir. Baxın, gəldi, dayandı 5 nöqtə hardasa 8-də, 9-da. Deməli bu nə demək? Hələ bu düşəcək. Bu nə deməkdir? Deməli torpağımızın nəmliyi superdir, əladır. Yəni bitkimiz üçün optimaldır. Gəlib qırmızıya düşmək istəyən hallarda torpağımızı suvarmaq lazımdır. Məcbur torpağımızı suvarmaq lazımdır. Və üzr istəyirəm. Burada bütün açılışlar verilib. Yəni buranı oxumaq, mütləq oxuyub, etiketini oxuyub bunu yerinə yetirmək lazımdır. Hansı aparatın izahını istəyirsinizsə, bunu da nəm əski ilə yuyur və yaxud su ilə yuyuruq çox nazik şəkildə. Sonra salfatka ilə və yaxud silirik. Bunu mütləq. Burada pH da var. Baxın, pH-a vurduq. İndi bu təmizlənməlidir. İndi mən təmizləyə bilmirəm. Baxın, batırdıq torpağımıza, gözləyirik. Bu özü yavaş-yavaş qalxmağa gedir, amma biraz gec qalxır da bu. Onun üçün indi video uzun olacaq. Burada da pH-ı belə ölçür. Filtrlə yazılırsa bu torpağın nə qədər məhsuldar olduğunu ölçür. Baxın, altda yazılıb. Gəlib əgər yaşılda dursa, deməli torpağımız bizim üçün məhsuldardır. Göydə durursa, qırmızıda durursa maç, yəni çox, daha məhsuldardır. Yəni burada azota, gübrələrə verməyə ehtiyac yoxdur. İndi bu o qədər də düzgün göstərməyə bilər, çünki bu biraz ucuzdur.
ən yaxşısı deməli bunun ən yaxşı istifadə edilməyinin yeri deməli dipçək güllərindədir. Dipçək güllərinə sancırıq və orada onun nə qədər nəmli olduğunu, hansı pH-də olduğunu orada daha yaxşı təyin edir. Və daşdı, quru yerlərə baxın. Bu cür yerlərə heç vaxtı sancmayın. Çünki bura zədələnsə bu ölçmə qabiliyyəti kəskin sürətdə aşağı düşür. Bununla da buranı da dəyişmək olur. Hansı kənd təsərrüfatına, ümumiyyətlə bitkilərə lazım olan cihazların açılış videosunu istəyirsinizsə əgər, səhifə rəylərdə qeyd etməyi unutmayın. Və videonu bəyəndinizsə, xahiş edirəm abunə olmağı da unutmayın. Bunlardan ötürü həqiqətən çox əziyyət çəkirəm. Sağ olun, var olun. Və mənim tutacağıma baxın. Baxın, 2 dənə deməli dəmiri qoymuşam və bunu bura qoyuram, videomu çəkirəm. Yəni həqiqətən də çox gözəldir. Sağ olun, var olun.